Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu. Şəhidlərin xatirəsini ehtiramla andı. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü. Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər Muzeyinin açılışında iştirak etdilər. Zəfər Muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılıb. Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, eləcə də ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb. Qarabağ və Şərqi Zəngəzur, əsrlərin hekayəsi, Ermənistan-Azərbaycan münaqişəsi, tarixə baxış, 44 günlük Vətən müharibəsi, Dəmir yumruq əməliyyatı, şanlı zəfər, Şuşanın azad olunması, qəhrəmanlar yolu, Qarabağ Azərbaycandır. Dövlət suverenliyinin bərpası 20 sentyabr 2023. Qarabağ və Şərqi Zəngəzur dirçəliş. Təqdim olunan faktlar, foto və video materiallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır. Muzeyin Qarabağ və Şərqi Zəngəzur əsrlərin hekayəsi adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında ümummilli lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.
Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiətini, ədəbi irsini, musiqisini və xalq sənətini kəşf etməyə imkan yaradır. Eyni zamanda ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır. Zəfər Muzeyinin Ermənistan-Azərbaycan münaqişəsi tarixə baxış zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, ulu öndər və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alır. Zalda qaçqın və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur. Qarabağda işğal dövründə dağıdılmış binaların yerlə yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya, viran qalmış ev və bu evin qalıqları altında baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir. "44 günlük Vətən müharibəsi Dəmir Yumruq əməliyyatı" adlı 3-cü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monolitlər süni intellektlə hazırlanmış video materiallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatında nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının silahlı qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda silahlı qüvvələrin xüsusi təyinatlarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və zəfərlə bağlı bir sıra fərman və sərəncamları nümayiş olunur. Şanlı Zəfər Şuşanın azad olunması adlı 4-cü zal Azərbaycanın hərbi tarixində xüsusi yer tutan misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim edir. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstərib. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda Şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əskərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir. Azərbaycan əskər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan Qəhrəmanlar yolu zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan Qəhrəmanlar yolu ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır. Növbəti zal isə Qarabağ Azərbaycandır adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarı Bülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir. Vizual effektlər sevinç və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinç dolu anlar nümayiş olunur. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib.
Dövlət suverenliyinin bərpası 20 sentyabr 2023 adlı 7-ci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə installyasiyasında Qarabağ və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur. Muzeyin sonuncu Qarabağ və Şərqi Zəngəzur Dirçəliş adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki installyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. 3 işıqlı keçid bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir. Ekspozisiya zalının çıxışındakı Danışan fotolar adlı bölmədə isə zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Muzeydə eyni zamanda auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpası və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur. Muzeyin girişində tarixi qələbənin rəmzinə çevrilmiş dəmir yumruq installyasiyası və müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divar boyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər günündən sonra həlak olmuş şəhidlərimizin adları var. Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır. Bura gələn hər bir ziyarətçinin yaddaşında bu qürurverici tarix yenidən canlanır. Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.